yüksək qan təzyiqi, şəkərli diabet xəstəliyi, çəki, yəni artıq çəkinin olması, piyələnmə durumu, passiv həyat tərzi ya da azaldılmış hərəkə aktivlik. Məhz bu durumlar damar sərtliyinin yaranmasına və həmçinin də damar divarının get-gedə bu yağ molekulları və yaxud da lipid molekullarla tutulub daralmasına səbəb olur. Nəticədə həmin o damar daralmağa başlayır. Bəzən isə orada damar zədələnməsi nəticəsində tromblar da yaranır. Və bu tromb gedir damarın son mərhələsində, damarın aşağı hissələrində tıxanır və nəticədə həmin o damarın qidalandırdığı ürək bölgəsində qan prosesləri, qan dövranı prosesi pozulduğu üçün artıq ürək toxuması get-gedə ölür. Yəni öz funksiyasını itirir. Ölmüş ürək toxuması isə artıq nə yığıla bilmir, nə də doğru, dürüst ritmə uyğun olaraq ata bilmir. Bunun nəticəsində isə insan ölə bilər və bu dünyada ən çox yayılmış ölüm